Salam aleyküm hər birinizə. Bu videoda hinduşkanın bəslənmə qaydası haqqında tam ətraflı danışacağıq. Yadınızdadırsa, digər videomuzda hinduşkaların saxlanma qaydası, hinduşka biznesinə qədər qazanc getirir, bu haqqında danışmışdıq. Bu videomuzda isə birinci mövzu olan yemləmə haqqında tam ətraflı danışacağıq. Yəni, bu hinduşkalar necə qidalanır, hansı aylar, hansı vaxtlar, hansı yemlərdən verilməlidir, necə saxlanılmalıdır. Bunun haqqında danışacağıq inşallah. İlk bir ayında 28 gününə kimi hinduşkalara başlanğıc yemi verilir. Bu başlanğıc yemi də 27% proteinindən yüksək proteinli olmalıdır. Məsələn, 100 qram yemin tərkibində 28-29, yəni ən azı 27% proteinli olmalıdır. Onun metabolik enerjisi də hardasa 2800, 2900, 2700 belə olur. Hinduşkalar bu vaxtı çox az yeyirlər. İlk həftələr çox az yeyir. Yəni, belə deyimsə, ilk sizə lazım olan 28 gününə kimi, bir ayına kimi, 4 həftə deyək biz. 4 həftə ərzində bunlar 2 kilo ortalama yem yeyirlər. Ondan sonra isə ikinci mərhələ olaraq yemin biraz forması da dəyişəcək, biraz böyük yemlər olacaq, palet yemlər. Yəni, bunu siz 100% hazır yem fabriklərindən almalısınız, hazır yem götürməlisiniz. Çünki özünüz hazırlasanız, bu balanssız yem olacaq və bağlar yaxşı inkişaf eləməyəcək. İkinci ayında isə bu hinduşka bağlarına artıq siz 24, 25, 26% proteinli yemlər verə bilərsiniz. Tövsiyə olunur ki, bir ayından 2 ayına kimi siz onlara 26 proteinli yem verəsiniz. 26% protein olsun hər 100 qram tərkibində. Ondan sonra isə ikinci ayından 3-cü ayına kimi, 80 gününə kimi, 90 gününə kimi bu vaxtda 22-24% proteinli yemlərdən istifadə edə bilərsiniz. Adətən böyütmə yemləri 28 günündən 84 gününə kimi olur və sabit 26% proteinli olur. Yəni, belə alıb da istifadə edə bilərsiniz. Əgər çox böyük sürü saxlayırsınızsa, o yemin tərkibinə başqa buğda, qarğıdalı belə yemlərdən qataraq yemin proteinini azaldıb, həm də daha az pul tutacaq sizin üçün. Qiymətini biraz münasib eləyəcəksiniz. Məsələn, başlanğıc yemi firmalardan dəyişərək 1.40, 1.30, 1.50, 1.60 belə olur. Sizə lazımdır ki, bu həm tam sağlam böyüsün, həm də ki, yemdən biraz qənaət eləyəsiniz. Bunun üçün 2 ayından 3 ayına kimi yavaş-yavaş proteini, məsələn 24% proteinli, 22% proteinli kimi edə bilərsiniz. Sonra gəlirik biz ən əsas mərhələ olan 3 ayından 6 ayına kimi, yəni kəsimlik vaxtı. Bu kəsimlik vaxtı olan yem, siz bu vaxtı tam qərar verməlisiniz ki, hinduşkaları ətli saxlayacaqsınız, yoxsa damazlıq saxlayacaqsınız. Bunun üçün də ilk öncə siz öz təcrübənizə baxmalısınız. Ətli saxlayacaqsınızsa əgər, hinduşkaları çalışdığınız qədər daha ətli, daha böyük etməlisiniz ki, yaxşı pul qazanasınız bunu satıb. Amma damazlıq üçün daha çox çəki yığmaqları vacib deyil. Onun üçün də az proteindən istifadə edəcəyik. İndi isə sizə deyim, ətli hinduşka bəsləyəcəksinizsə, onun kalorisi olmalıdır, metabolik enerjisi 2800, 2900, 3000 arası. Ya 3100 eləyib yağlandıra da bilərsiniz axırıncı mərhələlərdə. Bunu əsasən qarğıdalı eləyirlər. Qarğıdalıda 3300 metabolik enerjidir. Yəni, enerjini, kalorini çoxaldanda hinduşka yağlanır. Təkcə hinduşka üçün yox, insan üçün də eynidir. Məsələn, gün ərzində sərf etdiyiniz enerjidən çox enerji alsanız, siz kaloriya alsanız, siz kökələcəksiniz, yağlanacaqsınız. Əgər siz arıqlamaq istəyirsinizsə, ya hinduşkanı da arıqlatmaq istəyirsinizsə, ona lazım olan metabolik enerjidən, kaloriyadan az verməlisiniz. İnsan üçün də eynisidir. Bəziləri vardır, arıqlamaq istəyir, kökəlmək istəyir, amma
deyir, şirniyyat yeməyəcəm. Şirniyyatın tərkibində daha çox kalori olduğu üçün, yəni o sizi kökəldir. Sizə elə gəlir ki, o kökəldir sizi. Olar şirniyyat deyin, amma az yiyin, kalorini keçməyin, sizə lazım olan kalorini keçməyin. Yenə də yəni siz kökəlməyəcəksiniz. Mövzumuz bu deyildi. Keçək təzədən hinduşkaya. Hinduşkaların indi siz kökəlməsini öyrəndiniz, necə kökəltmək lazımdır. Kalorini çoxaldır. Əgər siz əzəlli şəkildə əzələsinin də, yəni ətinin də daha çox olmasını istəyirsinizsə, buna lazım olan 16, 17, 18% proteinini verməlisiniz. Əgər siz damazlıq saxlayacaqsınızsa, hinduşkalarınız 2800-2900 enerji alsın və protein də 14-16% olsun. Yumurtladıqları müddətdə amma 16-18% arası. Ətliklər üçün amma 18% protein, 3000 kalori, 2900, 3000, 3100. Baxır sizin məqsədinizə, əgər ayaqlandırmaq istəyirsinizsə 3100 eləyin kalorini, metabolik enerjini, belə deyək. İndi siz məqsədinizi də öyrəndiniz, indi isə gələk biz hinduşkaların yemin, yəni necə hazırlayacağınıza. Axırıncı mərhələlərdə Azərbaycanda yəni, çox çətindir hinduşka bitirmə yemi tapmaq, hinduşka üçün yumurtlatma yemi tapmaq. Yəni, bunlar çətin olduğu üçün mən sizə bununla bağlı kömək edə bilərəm. Siz əgər istəyirsinizsə ki, hinduşkalarınız kökəlsin, bunun üçün siz hazır yemi alırsınız. Məsələn, 16-18% proteinli hazır yemi alırsınız və onun kalorisinə uyğun, məsələn, 2800-2700 kaloridirsə, siz ona kalorini artırmaq üçün 3300 kaloridə qarğıdaldır. Qarğıdalı əlavə edirsiniz, qarğıdalı yarması əlavə edirsiniz və bunun kalorisini qaldırırsınız. Yağ da əlavə edə bilərsiniz, yağın da kalorisi çoxdur. Sonra isə proteini artırmağa gəlir. Proteini artırmaq istəyirsinizsə, soya unu ala bilərsiniz. 44-45 protein soya unu. Yəni, bunlar da satılır. Bütün yem dükanlarında demək olar, soya unu satılır, qarğıdalı satılır, hazır yem satılır. Bununla birlikdə siz hinduşkaların kökəlmək istəyirsinizsə, əgər bu yeminizdən istifadə edə bilərsiniz. Başqa sizin nə sualınız qalsa, inşallah şərh bölməsində qeyd edin. Orada maraqlı video fikirləri yazın inşallah, ona uyğun videolar çəkək. Sizcə növbəti mövzu nə haqqında olsun? Yəni, bu mövzuda danışdıq, yem haqqında danışdıq. Yemi tam bilirsiniz artıq. Hinduşkalar nə qədər yem yeyir, hansı yemləri yeyir. Nə qədər yem yeyir, danışmadıq. Bunu yaxşı ki, yadıma gəldi. Hinduşkalar böyüyənə kimi ətli formada 30-35 kiloqrama qədər bir hinduşka 6 ayına kimi 30-35 kiloqram yem yeyir. İlkin aylarda az yeyir, sonradan yavaş-yavaş artır. Yəni, belə pul kimi hesablamaq istəyirsinizsə, məsələn, elə adamlar var ki, 1000 dənə saxlamaq istəyir, 2000 dənə saxlamaq istəyir. Amma büdcəsinə uyğun hərəkət eləmək üçün öyrənmək istəyir. Nə qədər mən bunlara pul xərcləməliyəm. Yemindən gedirsə əgər söhbət, bu videomuz yem haqqındadır. Bir ayına kimi 2 kiloqramdan hesablayın. 1 ayından 3 ayına kimi, yəni 3 ayına kimi istədiyim o ümumi nə qədər yem yeyir. Birinci ayından 60 gün 9 kilo da oradan yesə 11 kiloqram yem yer, 10-11 kiloqram. Ondan sonra da 3 ayından 6 ayına kimi demək olar 200 qramdan hesablanır. Ümumi 30-35 kiloqram yem yer. Əgər örüşünüz varsa, otlaq sahəniz varsa, yem 30-40% daha yəni qənaət edə bilərsiniz. Videomuz bu qədər idi dostlar. Like atın, abunə olun, şərhlərdə fikirlərinizi bildirin. Gələn video nə haqqında olsun, şərhlərdə 100% bunu bildirin. Sağ olun, salamat qalın.